Yumor nədir? Həyatdakı gülünç məsələləri insanların kiçik səhvlərini və zəif cəhətlərini mehriban və ya istilah edici şəkildə əks etdirir. Bəs Azərbaycanda? Qabiliyyətin yoxdur da. Yox, birinci qrup fərqləm qaldı. Ay bala dur oturum ayağım ağrıyır. Müəllim salam. Səni doğan Son zamanlarda 3 platformada, xüsusilə də TikTokda inanılmaz populyar olan və demək olar ki, hər kəs tərəfindən bilinən 4 yumor var. Cibobon Mesiyetim, AI ilə hazırlanmış baldi videoları, komedixananın özü və kəsitləri və işləmə qabiliyyətiniz varmı? Bəzən həyatımdan nifrət edirəm. Bugün gördüyünüz bu 4 mizahı analiz edərək dəyərləndirəcəm, tənqid edəcəm və videonun sonlarına doğru heç də yaxşı şeylər deməyəcəm. Həmişəki kimi çayınızı falan alın və məni videonun sonuna qədər bir dinləyin. Çünki mən İlk olaraq Cibobon Mesiyetimdən başlayaq. Bu mənasız yumor bir anda o qədər populyar oldu ki, həqiqətən yoldan keçən kimi görsəm, dostu ilə bu zarafat edir və gülməyə başlayır. Mən isə bu yumoru 1-2 dəfə görüb üzümdəki heç bir əzələni oynatmasam da, insanların bunu niyə bu qədər gülməli hesab etdiyi ilə içdən-içə maraqlanırdım. Bu səbəbdən beyin hücrələrimi riskə ataraq bu dostumuzun bir canlısını izləməyə qərar verdim. Bu qədər gözləntinin arxası ilə tək gördüyüm Cibibi ekrana tıklayın. Cigoro ekrana tapdı. Başqa da heç bir şey görmədim. Hə, bir də bu şəkildə ritual rəqsi də edir, amma bu çox vacib bir şey deyil, deyəsən. Hər şeyi bir kənara qoysaq, adam ciddi gözündən sözlər tullayaraq bu boyda ölkədə trend olmağı bacarıb. Həqiqətən halal olsun. Bu bacarığından ötəri Cibobon Mesiyetimin yumoruna 10 üzərindən 3 verirəm və heç gülməli deyil etiketini də yapışdıraraq evinə göndərir. AI baldi videoları. Bunu əvvəlcədən qeyd edim. Mən söyüşə qarşı deyiləm. Əgər bir söyüş yerində işlədirilsə, kifayət qədər yumoristik və əyləncəli ola bilər. Məncə. Bax, bu AI videoları üçün də keçərlidir. Həyatdan bezib Instagrama daxil olanda belə videoları görüb gülməkdən özümü saxlaya bilmədiyimi düşünsək, bu yumorun nə qədər uğurlu olduğunu görmüş olarıq. Amma belə bir problem də var sözün düzü. Mən AI ilə hazırlanmış ucuz videoları çox da dəstəkləmirəm. Bir dəfə izləyirik, gülüb keçirik, amma sırf izlənir deyə bir-birinin eyni videoları gördüyümüz zaman istər-istəməz sıxılırıq. Bu yumorun popunu çıxarırıq. Həm də bəzi intellektual və mədəniyyət aşiqləri üçün bu yumor belə sayılmır. Amma mən dəyərləndirirəm, yəni bilmirəm. Nə qədər pis tərəfləri olsa da, ümumi çərçivəyə baxsaq, gülməli AI videolarına 10 üzərindən 7 verirəm. Gəlin yavaş-yavaş xodumuzu verək və bu videonun əsas hissələrinə keçid alaq. Komedixana verilişini sırf bu video üçün bir neçə dəfə izləmişəm. Amma ondan əlavə TikTokda çoxca kəsitləri paylaşılır. Bu emoji ilə birlikdə. Milyonlarca sevəni, gülməli hesab edəni var. Amma bu komedixananın uğurlu bir yumor ortaya çıxardığına qənaət gətirmir. Komedixana daha çox günlük həyatımızda yaşadığımız hadisələrin üzərinə dırnaqarası yumor səpərək bizim önümüzə gətirir. Və açıq deyəcəm, hədəflədikləri kütlə qoca, yumordan xəbər olmayan 60 yaş dayılardır. Edilən zarafatlar heç gülməli deyil. Əksinə bayağıdır. Verilişi izləyərkən jest belə hərəkət etməməsini keçdi. Özümü qocalmış kimi də hiss etdi. Onsuz bu taktikanı komediya filmlərində də bol-bol istifadə edirlər. Mənasız səs tonlar, qışqıraraq edilən zarafatlar, bel altı edilməyə çalışan, baxın edilən yox, edilməyə çalışan yumoristik zarafatlar heç gülməli deyil. Əslində sizi həyatdan soyudu. Əsas diqqət etmək istədiyim bir məqam var. Komedixananın yaradıcısı Ənvər Abbasov hər birimizin bildiyi Bozbaş serialını və daha bir neçə komediya filminin və serialının həm senaristi, həm də aktyoru kimi çıxış göstərir. Bozbaş seriallarını uşaq ikən çoxca izləyib və gülən bir insan olaraq sırf video xatirinə təkrardan izlədiyim zaman zarafatların zarafat olmaqdan çıxır. Hətta belaltı zarafatların belə kifayət qədər bayağı və sıxıcı olduğunu gördüm. Komedixanaya qayıtsaq da eyni hal burada da keçərlidir. Yalan deməyin, bəzi personajlar və sosial münasibətlər ilə əlaqədar hazırlanmış səhnələr həqiqətən gülməli olsa da, ümumi məzmuna baxsa bu yetərli deyil. Yumor dediyin gülməli olmanın yanında içində tənqid olan, insanı düşünməyə vadar edən, qısası içi boş olmaz, ən azından televiziyada yayımlanan və sənət adı altında ortaya qoyulan bir proqram üçün. Amma komedixana bunu bacara bilmir. Əgər mən köhnə filmləri izləyib gülürəmsə, illər əvvəl çəkilmiş Mozananı izləyib yumor altındakı tənqidi görürəmsə, deməli problem məndə yox, verilişdədir. Təbii ki, mənim dediklərim heç kimin vecinə olmayacaq. Amma edirik də, bu da mənim xiyarlığım. Ona görə də komedixananın yumoruna 10 üzərindən 5 verirəm.
Əslində bu şəxs haqqında danışmağa biraz qorxuram. Çünki danışdıqdan sonra qəribə söyüşlərə məruz qala bilərəm. Təxmin etdiyiniz kimi o şəxs Əli Rəhimovdur. Açıq deyəcəm, Əli Rəhimovun hal-hazırda məşhur olmasının tək səbəbi bu iki kəsitdir. Çünki bu adamda yumor deyilən bir şey yoxdur. Hə, əgər söyüşün yumor olduğunu düşünürsünüzsə, o başqa məsələ. Yumorda söyüş istifadə edilə bilər. Məni səhv başa düşməyin. Amma bu vəziyyət üçün eynisi keçərli deyil və mənə qəribə gələn bu insanın dediyi söyüşlərin dəstəklənməsidir. Xalq olaraq aramızda belə insanların yaşaması bəzən həqiqətən qorxuducu gəlir. Bilməyənlər üçün hadisədən biraz bəhs edim. Başrolda bu şəxs var. Özü xəstədir və işləmə qabiliyyəti yoxdur. Həqiqətən də həyatımdan nifrət edirəm. Və sözün düzünü desəm, TikTokda konkret dilənir və insanlardan pul alır. Çox da araşdırmamışam, amma eşitdiyim qədərilə özünün maddi vəziyyəti yaxşıdır, amma yenə də pul dilənir öz xəstəliyini bəhanə edərək. Bu iddia doğrudur və ya yanlışdır? Sənin çıxıb həmin şəxsi söyməyə haqqın yoxdur. İnsanları aldadırsa bunu izləyicilərinə və onun izləyicilərinə bildir, yoluna davam et. Yaxşı, adamın özünü söydü ki, bunu dəstəkləmirəm. Yenə də başa düşdüm. İnsanları aldadır, sən də əsəbləşdin. Amma onun ailəsinin, uşaqlarının heç bir günahı yoxdur. Əgər sən onları söyürsənsə, burada böyük bir problem var deməkdir. Amerikada yaşayırsan, həyatını Azərbaycandan olduğundan daha yaxşı bir hala gətirmisən. Hətta insanlara yardım edirsən. Bunlar yaxşı şeylərdir. Amerikada gördüyün şeylərdən sonra Azərbaycandakı bəzi hadisələri tənqid edirsən. Bu sənin ən mühüm hüququndur. Amma bunu söyüşlə dolu. Axmaqca və sərt bir üslubda təqdim etsən, sadəcə insanlar tərəfindən lağ qoyulacaq və sonunda belə bir yumor ilə trend olacaqsan. Əli Rəhimov bu video qarşına çıxarmı bilmirəm, amma mən sadəcə öz fikirlərimdən bəhs edirəm. Əgər qatılmasan və ya yanlış anladığın bir yerə görsən, söyüş söymədən bunları bildir. Bu arada yumoruna da 10 üzərindən 0 verirəm. Çünki ortada yumor deyilən bir şey yoxdur. Zaten yumor bu adamda deyil. Bəzi axmaqların bunu yumor kimi paylaşmasındadır. Ümid edirəm bu videonu bəyənmisiniz. Belə videoların davamı üçün like atın, abunə olun və videolarımın daha keyfiyyətli olması üçün Ko-fi.aldan maddi şəkildə dəstək ola bilərsiniz. Video fikirlərinizi də mütləq yazmağı unutmayın və ən əsası özünüzə yaxşı baxın.